Salam hörmətli YouTube və TikTok izləyiciləri, sabahınız xeyir. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli avtozavod yolunda yerləşən svetofordan, yəni Oba marketin yanından bu torpaq sahəsinə qədər olan məsafə maksimum 300 metrdir. 5 sotdur, qiyməti 25 min manatdır qiymətində. Mən bildiyimə görə mütləq normal razılaşma olmalıdır. Hal-hazırda torpaq sahəsini göstərirəm. Bax, bura deməli gördüyünüz kimi iki tərəfdən kubiklə hörülüb. Bura həmin küçədir. Oba marketin yanından gəldikdə deməli birinci küçədən sola döndükdə bax bu torpaq sahəsinə gəlmək mümkündür. Gördüyünüz kimi küçədə çoxlu sayda yaşayış var, işıq, qaz, su xətləri çəkilib, hətta internet xətti var. Yenidən bu torpaq sahəsinin ərazisini göstərirəm. Sənədi, sərəncam, eyni zamanda arxiv arayışı və layihəsi var. Torpaq tökmə deyil, qiyməti 25 min manatdır, 5 sotdur. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən bax həmin küçəni göstərirəm. Yəni Oba marketin yanından gəldikdə birinci küçədən sola döndükdə bax bu torpaq sahəsinin yanına gəlmək mümkündür. Axırıncı torpaqdır, sağ tərəfdə yerləşir. Yenidən bax küçəni sizə göstərirəm. Torpaq sahəsi bax qarşıda gördüyünüz kimidir. 5 sotdur, qiyməti 25 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenə təkrar edirəm, torpaq tökmə deyil. Yəni bunu mənsiz görmək mümkündür. Bax belə, sizlərə uğurlar.